Paytaxtın Binəqədi rayonu Xırdalan-Binəqədi şossesinin 4-cü kilometrliyində yerləşən Layiq otelin işçiləri faciəvi şəkildə həyatlarını itiriblər. İlkin məlumata görə 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalov iş zamanı elektrik cərəyanının təsirinə məruz qalıb və hadisə yerində ölüblər. Hazırda hadisənin baş verdiyi ərazidəyik. Hadisə nəticəsində 4 nəfər işçi həyatını itirib. İlkin məlumatlara görə onlar iş zamanı gördüyünüz bu dəmir konstruksiyaya toxunaraq naqildən yüksək gərginlikli cərəyanla həyatlarını itiriblər. Pilləkəni gətirilərmiş dəmir pilləkəni. Ehtiyatsız uzbatından elektrikə toxunub. Biz onu dərhal bilən kimi yerində təcil yardıma zəng vurduq. Müəyyən qurumlara da hamısına zəng vurduq. Allah rəhmət eləsin yaxınlarına, valideynlərinə başsağlığı dilirik. İlk dəfədə onu oradan gətirirlər. Onu deyə bilmərəm də. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, baş vermiş hadisəyə görə Azərişıq cavabdehlik daşımır. Çünki sözü gedən xətt özəl xəttdir. Təbibdən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyan vurma hadisəsinin baş verməsi səbəbi ilə təcili çağırış qeydə alınıb. Saat 11:35-də çağırış daxil olub. Briqada saat 12:00-da hadisə yerinə çataraq 4 nəfərin həkimə qədər ölümünü təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü maddəsi əmək mühafizəsi qaydalarının pozulması nəticəsində 2 və daha çox şəxsin ölümünə səbəb olmaq ilə cinayət işi başlanılıb və istintaq aparılır. Dövlət Əmək Müfəttişlik Xidmətindən isə bildirilib ki, hadisə yerinə xidmət əməkdaşları tərəfindən baxış keçirilib. Baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün tədqiqat komissiyası yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat ictimaiyyətə təqdim ediləcək. Fərdə Şahbazova, Vüsal Bayramov, APA TV.